2026-cı il gəldi və əlbəttə ki, xüsusilə də qızlar zəngin bir münasibət qurmağı arzuladı. Və bəli, kim istəməz ki, zəngin, statuslu biri ilə ailə qurmaq. Sizə bir sir verim, əlbəttə bəylər belə bunu istəyirlər. Amma həmişə deyirəm, istəmək azdır. Nəsə mane olur ki, buna çata bilmirik. Çünki zəngin biri ilə bərabər olmaq özü ilə çoxlu fərqli situasiyalar gətirir. Bəli, daha statuslu birinin reputasiyası var, qorumalı olduğu, biznesləri var, mal-mülkləri var, çevrəsi var və əlbəttə ki, onu qoruyan vəkillər və s. var. Və psixika üçün bu qorxulu gələ bilər. Nə vaxtsa həqiqətən də belə bir insanlarla qarşı-qarşıya durmamısınızsa və yaxud da özünüz belə bir iş adamı və s. deyilsinizsə, sizin psixikanız üçün əlbəttə qorxulu gələcək bu. Ona görə də mən sizlər üçün bir çözüm tapdım. Ona görə də Telegram kanalımda məhz bugün mən sizlərlə necə statuslu insanlarla münasibət qurmaq olar və necə bu münasibətlərdə vertikal vəziyyətə düşmək yox, horizontal münasibətlər qurmaq olar. Yəni asılılığa düşərək özünüzü aşağı hiss eləyərək yox, horizontal şəkildə eyni səviyyəli münasibətlər qurmaqdan gedir söhbət. Telegram kanalımdakı analizləri qaçırmamaq üçün aşağıda açıqlama bölməsində Telegram sözünü yazmağınızı istəyəcəm sizdən.